üzərində sağlamlığı məhdud əlil vətəndaşlar etirazlar edərək bildirirlər ki, 3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə dövlət tərəfindən əlillərə ayrılan maddi yardım verilməyərək mənimsənilir. Qazax rayonunda yaşayan əlillərdə bildirirlər ki, əvvəllər 3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə dövlət tərəfindən əlillərin maddi yardımı Qazax rayon əlillər cəmiyyətinin təşəbbüsü ilə veriləndə rahat və öz qaydasında alırdıq, amma indi isə fonda müraciət edəndə 100 dənə lazımsız sənədlər tələb edirlər ki, əlillər ala bilməsinlər. Bu da bildiyimiz qədəri nazirlik yaradır gərginliyi deyərək əlillər bildiriblər. Bizlərdə sözü gedən məsələyə aydınlıq gətirməyimiz üçün Qazax rayon əlillər cəmiyyətinə üst tutub. Belə ki, əlillər cəmiyyətindən bildirilib ki, neçə ildir ki, cəmiyyət tərəfindən fonda siha verilməyir, ona görə də cəmiyyət sözü gedən məsələ ilə bağlı heç nə. Deyə bilməz kim dövlətin pulunu necə idarə edirsə də özləri də bilər deyilərək. Əlillər cəmiyyəti tərəfindən bildirilmişdir. Dəyərli izləyicilər, sözü gedən məsələ gülünc vəziyyət olsa da məsələnin gedişatını hardasa da təxmin etmək olur. Bizlərdə yeri gəlmişkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xahiş edirik ki, sözü gedən məsələyə münasibət bildirsin Qrəç TV.